Səni yatırırlar. Məcbur. Çünki oyaq qalsan, beynin zəhərdən partlayar. Gündüz yığdığın zibili ancaq gecə yuyurlar. Yatmasan, içində çürüyürsən. Alçaymer, xərçəng, dəllik, hamısı yuxusuzluğun uşağıdır. Bəs niyə yuxu görürük? Beyin təmirçidir. Gündüz olanları montaj edir. Lazımsızı silir, vacibi yaddaşa yazır. İmtahanı yadında saxlamağın səbəbi gecə beyninin işləməyidir. Beyin kaskadyordur. Qorxularını gecə sənə məşq etdirir. Yıxılırsan, qaçırsan, dalaşırsan, sabah real həyatda hazır olasan deyə. Yuxu həyatın simulyatorudur. Beyin təmizlikçidir. Ən dərin yuxuda bədənini ölür kimi göstərir ki, bütün sistemi təmir etsin. Sən ölürsən ki, sabah yaşayasan. Gördüyün şeylər nədir? Yuxu gələcəkdən xəbər vermir. Yuxu sənin indiki halının rentgenidir. Yıxılırsan, nəzarəti itirmisən. Uçursan, azadlıq istəyirsən. Dişin tökülür, gücsüzsən, sözün keçmir. Ölünü görürsən, yarımçıq hesabın var. Beyin sənə şəkillə danışır. Çünki söz desə, oyanarsan. Ən düz sözü sənə gecə deyir. Ən ağrı. Ömrünün 26 ilini yatırsan. 26 il yoxsan. Bu 26 il boşa getmir. Bu 26 il oyaq qalma haqqını aldığın vaxtda. Yuxunu oğurlayan səndən həyatı oğurluyur. Az yatmaq igidlik deyil. Az yatmaq yavaş intihardır. Hər gecə ölürsən, səhər dirilirsən. Amma niyə yaşadığını bilmirsən. Mən bu kanalda sənə yuxunu yox, oyanmağı öyrədirəm. Səni narahat edəcək həqiqətləri danışıram. Çünki rahat yalanlarla yatmısan. Sürü kimi yaşamaqdan bezdin, sual verməkdən qorxmursan, abunə ol, fikrini yaz. Hər an sənin yanındayam, unutma. Növbəti videoda görüşərik, oyanıq qalanların tərəfində.